Sahurda nə hazırlayım, nə yeyim deməyə son. Bizim kimi yumurtadan və pendirdən bezən insanlar üçün erkən azmanın qarşısını alan və insan immunitetine çox xeyirli olan kokteyl hazırlamaq qərarına gəldik. Bunun üçün bizə lazımdır badamdır, qabıqsız fındıqdır, qozdur, xurmadır, banandır, süddür və kənd yumurtasının ağından istifadə edəcəyik. Qəşəng çərəzlərimizin hər birini blenderdən keçirtdik bu formada. Hamısını atdelini boşqablara yığdıqdan sonra xurmaların tumlarını çıxartdıq. Yumurtanın ağını ayırırıq. Salırıq ağını qəşəng, üzərinə xurma da əlavə elədik, qəşəng bananı əlavə elədik, əzdik, çərəzlərimizi əlavə elədik, qarışdırdıq. Burada südü dağıdıb yerlə bir eləyəndən sonra rəng və dadlandırıcı kimi albalı suyundan istifadə elədik. Burada rasxot eləmirik, hamısını qarışdırdıq. Üzərinə biraz görüntü olsun deyə qəşəng qatı da əzirik, narın əlavə edirik kokteylin üzərinə. Bismillah dadına baxırıq, super. Əla bir dənə də dadı var idi. Allah Subhanahu tutduğumuz orucları qəbul eləsin və niyyətimizdə bizi sabit qılsın. Qeyd eləyək ki, videoda istifadə elədiyimiz universal blender Lumabella şirkətinə məxsusdur. Hazırda mağazamızda super kampaniyadadır. Siz də əldə eləyərək öz sahurlarınızda və gündəlik yeməklərinizdə bu məhsuldan istifadə edə bilərsiniz.